Hamıya salam. Bu günlər mən inam barəsində danışmaq istəyirəm. Necə oldu ki, mən inama gəldim də. Belə deyim də, mən başlayım lap başdan. İstifadə vaxtı misal üçün mənim çox cəhdlərim olub ki, bu narkotik istifadəni saxlayım, ayıq, təmiz həyat yaşayım. Amma mənim cəhdlərim həmişə uğursuz alınırdı. Olurdu detoks olurdum, olurdu izolyasiya çəkilirdim, ölkə dəyişmişəm. Yəni bütün bu cəhdlərin axırında yenidən istifadəyə qayıtmaq dururdu. Deməli, mənim valideynlərim mərkəzlə tanış edəndən sonra mənim ümumiyyətlə mərkəz anlayışım yox idi da. Mərkəzə gələndən sonra bir həftə, 10 gün müddətində hardasa mən inamım yox idi, qərəzim baş verirdi. Çünki mən abstinentlik dövründə idim də. Yəni belə deyək də, mən biraz özümə gələndən sonra baxdım konsultantlara, bizim rəhbərimizə, yəni məndə başladı belə deyək də, ümid, inam yaranmağa. Çünki mənim neçə dəfə cəhdlərim olub, məndə alınmayıb, mənim ətrafımda alınmayıb. Amma bu insanlar 20 aydır, 40 aydır, 5 ildə ayıqdılar da. Yəni mən ondan başa düşdüm ki, deməli bu proqram işləyir. Bir müddət prosesə qoşulandan sonra, yəni doğrudan da özümdə dəyişiklikləri özüm şəxsən başladım hiss eləməyə. Məndə də elə ümid yarandı, inam yarandı və bugünkü gün şükür Allaha 14-cü aydır ki, ayığam. Yəni həyatımda hər şey qaydasındadır. Şükür Allaha bu bəladan uzağam. Minnətdaram.